Dağlıq Qarabağ ifadəsi işlədilər və yaxud Qondarma Dağlıq Qarabağ Respublikası. Onlar qəti şəkildə Azərbaycanın adını çəkmirlər. Bu da Kremlin apardığı bir informasiya siyasətinin Azərbaycana qarşı bir istiqamətidir və Rusiya Xankəndində, həmçinin hazırda Xocalı aeroportunda onlardan təlim məşq toplantıları, düzülüşləri gedir və Azərbaycanla ərazisində Xankəndə 9 mayda onlar parad keçirəcəklər. Parad nə deməkdir? Parad bir ölkəyə meydan oxumaqdır. Sən gəlib mənim ərazimdə hərbi parad keçirəcəksən, orada separatçıların hərbi birləşmələrin yanına alıb bir keçid aparacaqsan, orada qondarma bir separatçıların parçasını, əski parçasını dalğanlandıracaqsan və bu konkret şəkildə Azərbaycan təzyiqdir və mən səhər çağında müəyyən məlumatlarım var, müəyyən məlumatlar gəldi ki, Rusiya Dumasının deputatları Rusiya sülhməramlı qüvvələrini ziyarət etmək üçün həmin 9 mayda onlar Qarabağa gələcəklər, Xankəndiyə gələcəklər və bu səfər Azərbaycanla razılaşdırılırmı? Bu Azərbaycan ərazi bütövlüyünə Rusiya növbəti sayğısızlığı olacaq. Baxın, Putin çıxışında deyir ki, Qarabağ Azərbaycan ərazisidir və Rusiya bunu tanır. Amma əməldə baxın, birbaşa onların fəaliyyəti Azərbaycana qarşıdır. Yaxşı, Rusiya Dumasının deputatları Qarabağa gələndə haradan gələcəklər? Əlbəttə ki, mən sizə deyim, bu Ermənistan ərazisindən reallaşacaq və Laçın dəhlizindən keçməklə Xankəndiyə gələcəklər. Onlar bu paradda iştirak edəcəklər. Məqsəd də oradakı separatçıların legitimliyini dırnaqarası tanımaq, onlara dəstək verməkdir. Bilirsiniz, belə bir səfərlər erməni separatçılarını ruhlandırır. Baxın, artıq Qarabağda Rusiya məsuliyyət zonasında erməni silahlı hərbi birləşmələri mühəndis istehkam işləri aparırlar. Ekskavatorlar gətirirlər, ağır texnika ilə orada səngərlər qazırlar. Bu nə deməkdir? Bu növbəti təxribata hazırlaşmaq deməkdir və bunun arxasında kim durub? Rusiya rəhbərliyi durub və həmin paradı kim qəbul edəcək və görünür ki, Rusiya Müdafiə Nazirinin yüksək səviyyəli müavini gələcək və yaxud hər hansı bir generalı gələcək, o da gəlib Xankəndində həmin Azərbaycana qarşı nümayişkaranə keçirilən paradı qəbul edəcək. Mən hesab edirəm ki, bununla bağlı rəsmi Bakı Dumanın deputatlarının gəlməməsi ilə bağlı, həmçinin Rusiyanın keçiriləcək hərbi paradının təxirə salınması üçün mütləq şəkildə Rusiya nota verməlidir. Rusiyaya qarşı biz belə susqunluq etməklə Rusiya bizim üzərimizə gələcək və hesab edirəm ki, çox təhlükəli bir senari hazırlanır Azərbaycana qarşı. Bunun qarşısını mütləq şəkildə alınmalıdır. Yeri gəlmişkən Rusiyadan bizim tərəflərimiz çoxdur, Kremlə verilən suallar çoxdur və nəzərlər də Kremldədir ki, İskəndər M raketi ilə bağlı Rusiyadan cavab gözləyirik, amma cavab özünü gecikdirir və nələr baş verir, ard-arda onun ardınca parad anonsunu verirlər. Bu günləri elə yeri gəlmişkən Ağdərənin Umudlu kəndində Rusiya sülhməramlıları erməniləri orada yardım paylayıblar. Yəni bu cür onlar işlər görürlər, öz missiyalarına daxil olmayan işlər görürlər, amma Azərbaycan tərəfi hələ ki bunu seyr edir. Yəni görünən odur ki, bunlar baş verir və Rusiya ümumiyyətlə nə etmək istəyir? Yəni bu təbii ki, nə etmək istəyir sualı hər kəsə bəllidir, qıcıq yaradır. İlk növbədə cəmiyyətdə bütün bu informasiyalar qıcıq doğurur. Yəni bunun cavabı da olmayanda insanlarda bir narahatlıq, narazılıq baş verir və başqa bir məsələ Arayik Harutyunyanın da Moskvaya səfərləri, getgəlləri və biz onu beynəlxalq axtarışa vermişik. Bu adam cinayətkardır, separatçı rejimin rəhbəridir. Orada amma Moskva ondan görüş keçirir. Yəni bütün bunlar nəyə hesablanır, nəyə anons edir? İlk növbədə baxaq, İskəndər M raketləri ilə bağlı prezident səviyyəsində Rusiya mesajları ünvanlandı. Amma Rusiyadan biz kəskin cavablar almadıq, bizi qane edici cavablar almadıq. Kreml mətbuat xidmətinin rəhbəri Dmitri Peskov qeyd etdi ki, bu hərbiçilər arasında artıq müzakirə olunan bir məsələdir və göründüyü kimi Rusiya bununla bağlı Azərbaycana izahat verməyəcək və bunda da maraqlı deyil. Cənab Prezident İlham Əliyev qeyd edir ki, bizim əlimizdə faktlar var. Mən hesab edirəm ki, həmin faktlar açılmalıdır və görünən odur ki, Rusiya müharibənin gedişində Azərbaycana çox ciddi
şəkildə təzyiqlər edib bu İskəndər M raketlərin atılması ilə bağlı və bundan əlavə paradın keçirilməsi. Mən bir məsələni qeyd etmək istəyirəm ki, artıq Şuşada Rusiya sülhməramlı qüvvələri orada Böyük Vətən müharibəsinin abidəsinin düzəldilməsi istiqamətində işlər aparırlar. Yaxşı, sülhməramlar kim buraxıb Şuşaya? Niyə gəlirlər? Rusiya sülhməramların nə işi var? Birincisi Şuşada, ikinci Vətən müharibəsinin qəhrəmanları ilə həsr olunmuş həmin abidə Azərbaycana aiddir. Azərbaycan onu təmin etməlidir və Şuşada Azərbaycan quruculuq bərpa işləri aparır. Yaxşı, Rusiya sülhməramlıları nə Şuşaya buraxmaq lazımdır? Hələ keçən ay Rusiyanın Müdafiə Nazirinin müavini Bulqakov gəlmişdi, demişdi ki, Şuşada da biz hərbi şəhərgiz salacaq. Yəni Rusiyadan, indi Şuşadadırlar Rusiya sülhməramlıları qüvvələri və orada deyirlər ki, biz Rusiya sülhməramlı hara? Abidə bərpa eləmək hara? Və siz qeyd etdiyiniz ki, Ağdərə Umudlu kəndində onlar humanitar missiya həyata keçirirlər və insanları tibbi, profilaktik işlər aparılır. Yaxşı, Rusiya sülhməramlar hara? Bu məsələlər hara? Bu onu göstərir ki, Rusiya orada konkret şəkildə erməniləri öz əlində cəmləşdirib, Azərbaycana qarşı kiçik bir erməni dövlət yaratmaqdır. Hələ də mən sizə deyim, onların planında var. Baxmayaraq ki, 10 noyabr bəyannaməsində nə Dağlıq Qarabağın statusu var, nə erməni icması var, elə bir maddələr yoxdur və bu da Azərbaycana əlində ciddi rıçaqdır ki, bu məsələni qabardmalıdır və deməlidir ki, nə burada erməni icması var, nə də status məsələ var. Yalnız Azərbaycanlar Xankəndi, Ağdərəyə və Xocavəndə köçürüləndən sonra Rusiya sülhməramları burada təhlükəsizliyi təmin etməlidir. Amma biz bütün bunların əksini görürük və hörmətli tamaşaçılara da qeyd edim ki, artıq Rusiya sülhməramları birbaşa Azərbaycan təhlükəsini təhdid edir və hətta gəlib Şuşaya çıxıblar. Orada abidə düzəlmə elan verdi, anons verdi ki, biz Şuşada da hərbi şəhərciklər inşa edəcəyik. Artıq bunun anonsunu vermişdi. Başqa bir məsələ Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin Moskvada planlaşdırılan görüşü idi. Bilirsiniz, bu görüş xalq diplomatiyası adı altında dəfələrlə səslənmişdi ki, bu görüş yaxın günlərdə baş tutmalı idi. Əslində qalsa bu ay baş tutmalı idi. Amma nə baş verdi? Ermənistan tərəfi görüşü pozdu. Demək, Ermənistan öz məkirli niyyətindən geri çəkilmək istəmir, iddiasından əl çəkmək istəmir. Görünən bütün bunlar odur ki, Ermənistan hər vasitə ilə hətta Zəngəzur dəhlizinin açılmasına da maraqlı deyil və son günlər prezidentin məhz Zəngəzur anonsu verməsi, ard-arda Ermənistanın prezidenti Armen Sarkisyanın oraya getməsi, Paşinyanın Zəngəzura səfərləri, hətta Zəngəzurda Azərbaycanlılarla ermənilər arasında atışmanın baş verməsi xəbərlərinin yayılması istərsiniz bir narahatlıq da doğurur ki, nələr baş verir. Əslində qalsa Azərbaycan öz əzəli torpağına qayıdacaq. Çünki prezident dedi ki, 101 il bundan əvvəl bizdən alınan torpağımıza geri dönəcəyik, qayıdacağıq. Ermənilərin təlaşında başa düşüləndə və bu günləri Paşinyan artıq əmr verib, oradan silahlar da yığılır. Nələr baş verir? Zəngəzur ətrafında nə baş verir və təbii ki, xalq diplomatiyasına bağlı bir xalq diplomatiyası başı altında nələr baş verir adı altında? Xalq diplomatiyasına gəldikdirsə, ümumiyyətlə Moskvada keçiriləcək hər hansı bir xalq diplomatiyası ilə bir görüşün fiyaskosu deməkdir. Rusiya, mən sizə deyim, hörmətli tamaşaçılar da Rusiya tərəfi Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına qarşıdır. Və Rusiya səhv etmir. Mən düşünürəm ki, elə Paşinyan necə deyirlər, dırnaqarası ağıllı gediş edib ki, həmin xalq diplomatiyası adı altında Moskvaya hər hansı bir nümayəndə göndərmir. Mən düşünürəm ki, Azərbaycan da göndərməməlidir. Birinci, ikinci, Zəngəzurla bağlı məsələyə gəldikdə, bilirsiniz ki, Zəngəzur dəhlizi ilə Ermənistan özünə vacibdir və bunu Nikol Paşinyanla dəfələrlə deyib. Düzdür, Ermənistan ictimaiyyətinin müəyyən bir kəsimi buna qarşıdır, revanşistlər buna qarşıdır. Amma biz pragmatik, real danışdıqda Ermənistanın indiki hakimiyyəti Mehri dəhlizinin açılmasına yanalıdır. İndi Ermənistan prezidenti Armen Sarkisyan bir tərəfdən deyir ki, dəhliz lazımdır, amma bir tərəfdən deyir ki, Azərbaycanla siyasi iqtisadi münasibətlər mütləq vacibdir. İkinci, Zəngəzura Paşinyanın səfərdən gəldikdə isə əlbəttə ki, o əhalini sakitləşdirməyə gəlmişdir. İkinci, baxın, Zəngəzur prezidentin Zəngəzur bəyanatından sonra səhəri Azərbaycana o istiqamətdən güllə atıldı. Bilirsiniz, bu gülləni Rusiya tərəfi atıb Azərbaycana və
Bu Rusiyanın Azərbaycana mesajı idi. İkinci, məhz səhəri bilirsiniz, Paşinyan həmin silahları yığmağa da elə Azərbaycana bir jest kimi qiymətləndirir.